Nizami Gəncəvi deyir ki, ağıllı adamla dost olsan əgər, elmi, mərifəti sənə də keçər. Mən indi biraz olar işdən gəlmişəm, yəni acam, yeyəcəm və doyacam. Mədəmdə toxluq əmələ gələcək, çox kiçik bir qabla. Bu fiziki arzuluqdur. Amma çox təəssüflər olsun ki, mənəvi yemək barədə, mənəvi qida barədə, yəni o ətrafında o ağıllı adam məsəli ki var. Çox təəssüflər olsun ki, mən o barədə nəinki heç doymaq barədə nədir, heç yemək barədə də danışa bilmirəm. Danışmağıma yəni imkan yoxdur. Ətrafımda sağa, sola, arxaya, qarşıya baxanda təbii ki var, əlbəttə var, yoxdur demirəm. Amma o qədər azdır ki, təsəvvür elə ki, bir dənə quzunu kəsib, soyurlar gözünün qabağında və yaxud da bir ceyran ətı. Hər nəsə də kim nəyi sevir onu təsəvvür eləsin. Və sən səhər tezdən, sübh tezdən heç nə yeməmsən. Axşam üstüdə saat təxmini 5-6 aralığıdır. O vaxta qədər insan necə ac olar? Yəni istər-istəməz heç yeməsən belə deyərsən ki, onu bir dənə bütöv qoysaydılar qabağıma yeyərdim. Yəni təbii ki, bütöv yeyə bilməz heç bir insan. Bunu ümumiyyətlə misal çəkdim. Sadəcə olaraq dedim. Hər bir kəsə arzulayıram ki, ətrafında ağıllı, mərifətli, elmli, bilikli, etiket qaydalarına riayət edən insanlar, ən xüsusda adamlar olsun. Təbii ki, onun əxlaqı, elmi, mədəniyyəti, tərbiyəsi varsa artıq o adamdır. Sağ olun, Allah'a əmanət olun. Və hər bir kəsə təbii ki, ətrafında belə bir insanların olmasını arzulayıram. Elə içi özüm qarışıq. Hətta hamıdan əvvəl özüm arzulayıram. Çox təəssüflər olsun. Bilmirəm, yəqin ki, izah elədim.